Nə qədər yaxşı olursa olsun, gəlin gəlindir, qaynana qaynanadır, ayrı yaşamaq daha yaxşıdır. Mən dedim ki, ay Allah, mən bu oğlanı hardan tapmışam ya Rəbbim. İndi də deyirəm, ay Allah, mən bu oğlanı hardan tapmışam. Ofeliya Gil ilə videolar gələcək. Qətiyyən evlənmək ümumiyyətlə fikrimdə yox idi. Gördüm ki, bundan xəbər çıxmır. Bacı getdim, üzüyümü də aldım. İçinə ad da yazdırdım. Səhər açıldı, gördük sevgiyi. Qarşı cinsdən ən yaxın dostu olsa, bunu qəbul edərsən? Eyni cavab. Qara. Düz tap. Qara yox, xahiş eləm, qərə. Hamıya salam, Bir Fidanlıq söhbətin yeni bölümünə xoş gəldiniz. Bugünkü qonaqlarımız gözəl və tacir cildləridir. Necəsiz? Çox sağ olun, yaxşıyıq. Siz necəsiz? Təşəkkür edirik. İndi bu verilişin, bilmirəm, kontenti ilə bağlı xəbəriniz var ya yox. Sizə suallar verilibdi insanlar tərəfindən. Sualları cavablayacağıq ilk bir neçə dəqiqə ərzində. Daha sonraki mərhələlərdə yarışmalar olacaq, challenge'lar olacaq. İstəyirəm ki, birinci suallara keçmədən əvvəl, bəlkə də çoxları bilir, yenə də istəyirəm sizdən də eşidim. Qısa formada bir dəqiqəlik olsun. Öz tanışlıq hekayənizdən biraz danışasınız. Necə tanış olursunuz? Deməli, mənim ad günümdə tanış olmuşuq. Tanış olmuşuq nə ki, müğənni kimi gəlmişdi. Gəldi, oxudu, getdi. Gedəndən sonra üstündən bir neçə müddət keçdi. Mənə bu klip çıxardırdı. Mənə təklif elədi ki, bəs salam, mən onda da şeydə var idim, platformada var idim. Salam, istəyərdim sənin klipində çəkim. Mən də dedim ki, hə, olar. Sonra necə var elə danışıram. Sonra mən bunun klipində çəkilmək istəmədim. Dedim, eşini indirəmi çəkilib. Amma hər gün bunu beləncə yola verirdim. Yazırdım ki, hə, bugün sabah, bugün sabah. Elə idi də. Arxamca düşən elə bu da öyle. Allah'ın olsun yalandan deyir, Allah şahiddir. Hər gün yazırdı, canlı yayın açırdım. Hər gün otururdu canlı yayımda, saatlarla mənə baxırdı. Dedim, bu uşaq məndən nə istəyir? Hər gün də yazır. Hər gün yazır, deyirəm ki, sabah. Bir gün elə qərar verdim. Dedim, bugün görüşək də, qoy əl çəksin də mənə, gör bu nə klipi çəkir. Eğer ki, həmin günü görüşdük, klipdən danışırdıq. Həmin günü danışdıq, söhbət elədik. Bir də səhər açıldı, gördük sevgiyi. Evə gələndə deyirəm ki, səhər açılıb fikirləşirəm ki, mən buna nə yazım da ki, mənə bu, yəni biz nəyik də. Üstündən bir müddət də keçdi. Dedim ki, bəs ağlın ona buna getməsin. Mən, yəni, evlənmək istəyirəm. Sadəcə qarşılaşdınız, elə bil ki, bir-biriniz üçün ora gələcəkmişsiniz kimi gəlmə. Çox ani oldu. Siz necə ad günümdən 6 ay sonra bu mənə yazdı. Elə ki, mənim ad günümün üstündən üzərindən 6 ay keçdi. Ondan sonra başladı mənə yazmağa. 6 ay olar da. 6 ay içərisində də üstündən bir ay, 2 ay falan keçdi, nişanlandıq. Kişi öz aramızda nişan elədi. Sonra ailəsinə falan dedi, böyük nişanımız oldu. Sonra bir müddətdən də sonra toyumuz oldu. Sizi görən kimi deyibdi ki, yəni budur da. Ya deməyib, qətiyyən evlənmək ümumiyyətlə fikrimdə yox idi. Mən yalanlar danışırdı ki, nə bilim falan. Mənlə ailə qurmamaq üçün hər şey danışırdı. Amma mən ağıllı qız idim, təbii ki, özümü şey eləmədim. Dedim, Allahsan ya da vəsə yoxdur, gözəl yoxdur. Reallıq o olub da tacir. Olmayıb da nə olmuyor? Oranı pas keçsin axı. 6 ay sürünüb tamamız. Hər yerdə deyir onu. Allah'ın olsun çox sürünüb. Biraz ciddi fikir var. Siz necə? Demirəm ciddidir. Əlbəttə ki, ciddidir. Ciddidir ki, bugün evlənmişik, uşağımız var. Amma yəni evlilik konusu, o məndən daha çox sevgili olmaq istəyirdi. Sonra mən ondan 2-3 gündən sonra ona dedim ki, bəs mənim fikrim ciddidir də, evlənmək istəyirəm, ailə qurmaq istəyirəm. Həqiqətən də evlənməyə yox, nişanlı olmağa mən təklif. Üzüyü mən almışam ikimizə. O videosu da var elə. Videosu da var. Gördüm ki, bundan xəbər çıxmır. Bacı getdim, üzüyümü də aldım. İçinə ad da yazdırdım. Dedim, taxırsan, taxmırsan. Gördüm orada belə. Mən qaşlı üzüyü sevmirəm axı. Mən qaşlı üzüyü taxa bilmirəm. Mən də qayıtdım ki, sən bu üzüyü barmağından çıxartsan, pis. Ondan sonra elə bir müddət keçdi, ailəsinə dedi, evləndik. Başlayaq onda suallara keçək. Əgər cavablamaq istəmədiyiniz suallar olsa, pas keçə bilərsiniz. Ən asan sual, bayaqdan bunu görürəm orada. Alisa'nın adını kim qoyub? Mən. Siz varsınız. O da necə oldu? Əslində biz Alisa'nın adını Asya istəyirdik. qoymaq istəyirdik. Bir gün girdim elə Alisa'nın olmağına bir həftə falan qalıb. Girdim Instagramda elə videolara baxırdım. Bir dənə uşaq paltarı hazırlamışdılar. Üstündə Alisa yazılmışdı. Çox xoşuma gəldi. Sən yadıma gəlir də Riski dedi ki, Alisa olsun. Bir gecə ilə fikrimi dəyişdirdim. Yox, bu uşağın adı olacaq Alisa. Alisa'nın da mənası cənnətin qapısındakı mələk deməkdir. Alisa, Elisa'dır əslində. Xarici addır. Ədə xarici addır. Cənnətin qapısındakı mələyin adı kimi belə bir mənası var. Yəni elə bir
qənaətə gəlmişəm də, maraqlanmışam. Optionda Asiyadan Rəqdən sonra. keçdik Alisaya. Amma ikinci qızımız olarsa Asiyada geçelim. Belə həm uyğunluq olar. Yəni Asiyanı biz ücə qərar vermişdik, neçə ayından öncə demişdik ki, Asiya olacaq. Sonra bir anda elə tacir Alisa deyən ki, mən ürəyimə yatdı, dedim elə qoy Alisa olsun. Hə. Bir gecənin içində dəyişdi fikrimiz. Zəyən partner görüm burada nə suallar veriblər. Sizcə aramızda ən çox zarafat anlayışı olan kimdir? Mən. İkimiz də. Mən. Səni zarafat edim. Dünən mənim nə oldu? Qırğın düşdü. İkimizin də zarafatı başa düşürük, amma bir məsəl var, deyir sözü zarafatda deyirlər. O şey o həqiq olanda hiss edirəm ki, bilirəm ki, zarafatla da olsa mənə söz yəni atır, belə sancır da. Ona görə arada qırışırıq. Gezdə mən çıxaracağam bu səfər. Elə blogerlarmıdır ki, aramız yaxşı deyil. Aramız yaxşı deyil, yox, münasibətimizi kəsdiyimiz blogerlər var. Əvvəl yaxın olduqlarımız, bəli, sonradan münasibətimizi kəsdiyimiz insanlar var. Yəni artıq əski bir şey olduğuna görə yox, sadəcə olaraq vaxt keçdikcə təzə-təzə hər şey yaxşı olur. Bu evlilikdə də belədir deyə düşünürəm. İnsan ailə quranda hər şey təzə-təzə şirin olur. Hər bir şey deyirlər. Hə, elədir. Vaxt keçdikcə gördük ki, məsəl üçün uyğunlaşmırıq, anlaşa bilmirik. Bəzi şeylər yenə də deyirəm, ilk gündən heç kimi yaxşı tanıya bilməz. Vaxt keçdikcə anlayırsan, onunla da əlaqəmiz kəsir. Yaxın olanda insan daha çox olur. Ən qəşəng şey təkdir. Özü. Bu suala bax, evdə ən çox mübahisə nəyin üstündə olur? Bunun üstündə. Nəyin üstündə? Nəyin üstü sənin üstündə olur? Sən məni səbləşdirsən, başlayam dalaşmasın. Ən çox mübahisəni çıxardan mənəm. Durduq yerdə əsəbləşirəm, çox əsəbləşirəm, amma onu da əslində durduq yerdə deyil. Misal üçün, tacir nə üstündə dalaşırıq? Tez soyun əsəriniz yəqin. Danışıb tezdən danışırsınız yəqin ki. Saniyəsində. Hə. Heç vaxt mən addım atmıram, qoy onu da deyim, öz addım atım. Tez balaşırıq, amma mübahisə, yəni səbəb olaraq budur. Nəyin üstündə də bu nəsə deyir, mən başlayıram orada. Burada deyəsən beluqa var. Sizin verdiyiniz suallar. Şeyimiz bina yoxsa həyət evi olmasını istəyirsiniz. Hər ikisini də istəyirik. Qismət əgər biridirsə, bina istəyirəm. O da niyə görə? Gözəl həyət evi istəyirəm, amma mən bina istəyirəm. Bina daha güvənli olur, daha rahat olur. Saxlamaq çətin olur. Saxlamaqdan da əlavə. Mənim Alisaya elə vaxt olur ki, evə çox gec gəlirəm. Səhərə yaxın 4-də, 5-də belə gəldiyim vaxtlar olur. Ona görə də həyət evi olanda da daha da narahat olur ki, indi həyətdə də nə bilərsən ki, nəsə olar, olmaz. Amma bina elə ki, qapı örtdün, bağladın, otur evində də kimin... Mən ona çarə tapmışam. Kamera. Kamera qoyursan hasarların böyrünə. Mən həyət evi Alisaya görə istəyirəm. Zamaq yatdığı yerdə gəlib barmağından üzüyün uğurlayıb aparırlar. Mən həyət evi istəyirəm qızıma görə, özümə görə yox. Əvvəl mən də binanı çox sevirdim, amma Alisaya görə həyət evi daha çox istəyirəm. Ofeliya Gil ilə videolar gələcək. Əslində Ofeliya Gillə heç bir problemimiz yoxdur. Bugünkü gündə yazırlar bizə, biz də yazırıq təbii ki, cavab olaraq. Sadəcə olaraq belə deyim də, onların aramızda heç bir soyuqluq, inciklik, nə problem, nə dava heç vaxt olmayıb, heç vaxt. İnciklik ola bilər, onların bizdən olub, amma bizim onlardan olmayıb. Nə də heç inanmıram onların da bizdən bir incikliyi olsun. Sadəcə olaraq belə deyim də, evlərini tikdirdilər, Allah xeyirlərini versin, Allah hər kəsə qismət eləsin. Həmin ərəfələrdə çox Bakıya gedib gəldilər. Təzə-təzə bizə YouTube platformasında dəstəyi onlar oldular. Bizim YouTube'umuz əvvəldən var idi, amma biz vloglar... 2023-dən bizim YouTube'umuz. Amma yönləndirən yox idi, başa salan yox idi, videolar çəkin, filan. Ancaq shorts paylaşır. Ancaq shorts vururduq. Onlar sağ olsunlar bizə bu yolda çox dəstək oldular və mən düşünürəm ki, onların işi elə bu idi. Yəni Allah onları bizə ona görə yetirmişdi ki, elə mən çıxım sizin qabağınıza, onlar bizi qonaq çağırdılar. İlk dəfə onlar bizə yazdılar, onlar bizi dəvət elədilər və bu işdə bizə kömək oldular, dəstək oldular. Sağ olsun. Sonradan da yəni belə baxıram ki, yəni vasitəçi olmağa gəlmişdilər və çəkildilər. Biz bu işdə irəliləyəndə, biz ikinci, üçüncü vloqumuzu atanda onlar yoxa çıxdılar. Yoxa çıxmaqların da səbəbi yenə də deyirəm özləridir. Çünki bizim onlara qapımız hər zaman açıqdır. İstəsələr misal üçün gələ də bilərlər, gedə də bilərlər. Yəni bizim heç bir problemimiz yoxdur. Nə də heç bir pislik görməmişik məncə. Ailədə yaxın idiniz yəni. Yaxın idiniz deyəndə ki, biz sadəcə olaraq vloqlar çəkirdik. Bir yerdə gedirdik, gəzirdik. Ailəvi yaxınlıq tam başqa bir şeydir deyə düşünürəm. Söhbət eləyirdik, gecəni qalırdıq, tacirlə Şəhriyar indinin özünə kimi də yaxşıdılar. Elə olurdu, tacirin nəsə işi olurdu, onu tacir aşırdırdı. Elə olurdu, bizim nəsə işimiz olurdu, onlar bizə kömək edirdilər. O şeylər indi də var. Sadəcə olaraq dediyim kimi, onların öz seçimidir. Yəni onlar belə deyim də başları qarışıb işlərinə, evlərinə və
uzaqlaşıblar. Biz də heç kimi məcbur eləyə bilmərik ki, gəl otur bizim evdə və yaxud get. Vaxt var idi ki, misal üçün hər gün bizə gəlirdilər, gedirdilər. Yenə də deyirəm, ola bilər ki, bizə bu yolda dəstək oldular və sonradan çəkilməyə qərara gəldilər. Onların öz şəxsi fikirləridir. Bu haqqda heç bir məlumatımız yoxdur. Amma yazırlar. Məsəl üçün axırıncı səfər yazmışdı. Mən də ona cavab yazdım, uşağı soruşdum. Sağ-salamat dünyaya gətirsin bu arada. Yəni danışırıq belə. Salam, sağolumuz var. Sən götür. İşlər atdadır. Uzundur, nəsə uzun bir şeydir. İzləyicilərin reaksiyası sizə qərar verməyə təsir edir, yoxsa öz bildiyinizi edirsiniz? Mənə edir. Mənə buna bilmirəm, mənə edir. Məsəl üçün mən vloqlarda nəyisə bişirə bilməyəndə mənə yazırlar və yaxud Alisa ilə bağlı yorum yazırlar. Deyirlər ki, Ümumiyyətcə pis də, yaxşı da nəsə komment yazılırsa, ümumiyyətcə biz bütün kommentləri oxuyuruq. Oxuyuruq, amma prosta hamısına cavab verə bilmirik. Çox yazılır. Çox video yazılır. şəklində veririk. İstər Instagram, TikTok, YouTube, hər birini oxuyuruq. Verdiyi suallar və məsləhətlərin hər birini mən məsəl üçün eləyirəm. Məsəl üçün deyirlər ki, hə, misal çəkirəm də, adi misal üçün bir yer ləkələnir evdə. Deyirəm ki, bunu nə ilə eləyə bilərəm? Sıraz deyirlər ki, hə, misal üçün o falan şeydən istifadə eləyirəm. Düzdür, özümə yürüşmürəm, başıma pisi gəlir, amma eləyirəm. Sağ olsunlar, bizə çox dəyər verirlər, biz də onlara. İzləyicilərdən aldığınız ən maraqlı və ya qəribə mesaj nə olub? Deyim, Tacir əvvəl evli olub, boşanıb. Olub, amma narahat olmayın. Yəni biz ilk elə bir-birimizin belə Hələ deyim. keçən səfər belə biri yazıb ki, sənə yazmış da deyəsən axşam tacir mən. Hə, axşam Tacir mənlə necə? Deyirəm, vay, nə yaxşı. Mən geçirəm mən ismi. Yox, heç vaxt da yəni. Qətiyyən. Bu əsl mənə aid sualdır. Xəyanəti bağışlayarsınız heç vaxt. Xəyanət bağışlaması bir səhv deyil axı. Bir kitabı təzədən oxumuşdum. Tacir, mən həmişə demişəm ki, biz dalaşarıq, barışarıq. Hər şey ola bilər. Xəyanət birisi necədir? O səhv deyil, o seçimdir. Əgər o başqa bir qadına yaxın gedirsə, o demək ki, məni istəmir, məndən əl çəkib. Mən də bunu ona demişəm ki, onu elədiyin gün səndən ayrılaram, özdə pis ayrılaram da, yəni belə. Mən demək istəmirəm. Alisa indi də makyaj. Mən özüm 20 yaşımda eləmişəm. 20 yaşından sonra başlamışam makyaj eləməyə. Heç ümumiyyətlə 20 yaşıma kimi makyaj ləvazimatlarım olmayıb. 20 yaşımdan sonra ilk dəfə başlamışam tuş vurmağa, pomada vurmağa. Yəni belə. Alisa da üzü nə vaxt istəyər o. Alisa indi də pudranı götürür. Pudranı götürür üzünə zaman. İndiki zamanı uşağımda. Evlilikdə nə kimi dəyişikliklər olur? Nə qədər desəz. Romantik olursa pis olur. Bir evlənməmişdən qabaq tam fərqli bir insan idi, tam fərqli. Mən dedim ki, ay Allah, mən bu oğlanı hardan tapmışam ya Rəbbim. İndi də deyirəm, ay Allah, mən bu oğlanı hardan tapmışam. Nə mənada? Yəni, bax, hamı məndən onun razıdır, bir dənə sən razı deyilsən. Evlilik məsuliyyətdir, məsuliyyətin, yəni... Onda belə çıxır ki, əvvəl mən sən məsuliyyətli baxmamışam. Elə bir şey deyil də, gənclik dövründə olan şeylər tamam başqa şeylərdir. Evlilik elə düşür ki, sənin balaca bir dənə dünyan var, ayrı. O dünyanı sən idarə edirsən, mən idarə edirəm. Ona görə də fikirlər qarışa bilər. Bilirsiniz necədir? Bu tam səhv danışır. Bax, misal üçün, mən deyirəm ki, mən belə deyim də, düşünürəm ki, əvvəl misal üçün daha çox birimizə... Hər gün belə. Belə deyim də, çölə çıxırdıq, misal üçün, Tacir çöldə əl-ələ gəzirdik, misal üçün. Amma indi çölə çıxır, deyir, qoluma gir. Nə dəxli var? Əlindən də tuta bilərsən, qoluma da yəni, bax, belə kimi deyək. Yəni, oxşum da, qısa baxan ki, sən evlənəndən bəri çox deyək. Amma mən necə varam, ilk gündən də eləyəm. Gözlər bir dənə. Bunu basa bilərəm. Yox, onu pas eləyəndə basırsan, basma. Mübahisə etdiyiniz zaman problemləri necə həll edirsiniz? Hansı üsul sizə kömək edir? O problemi yaradan da mənəm, problemin həllini tapan da mənəm. Təsəvvür eləyin ki, adamın öz səhvi olur, sonra mən ona qarşı elə bir söz işlədirəm ki, yenə mən səhv olurum. Tacir yaxınlaşmasa heç vaxt addım atmıram. O da qürur məsələsi deyil. Prosta qadınam da, qadın istəyər ki, yəni onun könlünə alınsın. Qəlbinə dəyəndə mən də addım atıram, amma az bir retki hallarda baş verib. Yəni retki, deyirəm də retki hallarda baş verib. Onu addım atmamış, onun yəni gününü qara eləyirəm. Onu etiraf eləyirəm.
Axırıncı sualı da çəkək, sonra keçək oyunlara. Qaynana ilə yaşamaq yaxşı hissdir, yoxsa ayrı? Mən qaynanamla yaşamışam, çox da razı qalmışam. Mən demək olar ki, məni heç vaxt incitməyib. Problem söz-söhbət hər ailədə olur, amma belə yəni gəlin olaraq məni incitməyib. Amma ən yaxşısı ayrı yaşamaqdır. Əslində düzdür məncə də. Yaxşı səndən çıxmayış. Özüm şoka düşdüm o cavaba. Ayrı yaşamaq çox Yox. yaxşıdır. Niyə yaxşıdır? Çünki Hər insan baxımdan yaxşıdır. həm hörmətli olursan, həm məsuliyyətli olursan, həm rahat olursan. Mən də indiki gəlinlərin əksəriyyəti ayrı yaşamaq istəyir. Çünki baxın belə deyim də, məsəl üçün cavanıq da, zaten müəyyən yaş keçdikdən sonra nəsil ailə çoxalır da, yəni uşaq olur, uşaq olur. Amma ayrı yaşamağın öz məsəl üçün yenə də deyirəm, başqa tərəfləri var, amma qaynana ilə yaşamağın onun daha başqa. Məsəl üçün mən qaynanamla yaşamışam, bayramda keçirtmişəm, maraqlı olub, gəzməyə də getmişik, hər şey. Yəni yaxşı, hər ikisi yaxşıdır, amma tərəfdarıyam ayrı yaşamağın. Bütün gəlinlərə arzu edirəm ki, ayrı yaşayasınız. Qaynanan nə qədər yaxşı olursa olsun, ki mənim qaynanam çox möhtəşəm bir insandır. Nə qədər yaxşı olursa olsun, gəlin gəlindir, qaynana qaynanadır, ayrı yaşamaq daha yaxşıdır. Daha hörmətli, daha yaxşıdır. Bu mərhələni uğurla keçdilər. Deməli, indi sizə suallar veriləcək. Siz indi baxacağıq ki, yəni eyni cavabları verəcəksinizmi? Nə qədər eyni cavablar verəcəksiniz? Yəni ola bilər az da verə bilərsiniz, çox da verə bilərsiniz. Görək nə qədər eyni, hə, yox cavabları gələcək. Tamam. Hazırsınızsa başlayaq. Bəli. Başlayaq. Deməli, yoldaşınız xoşbəxt olsun deyə yalan danışarsınız ona. Eyni cavablar gəldi. Sənin istədiyin, amma yoldaşının istəmədiyi və qarşı çıxdığı bir şeyi edərsənmi? Yenə eyni cavablar. Hazırlaşıb gəldiniz. Yox. İşinə görə başqa şəhərdə yaşamaq lazım olsa, buna qarşı çıxarsan? Oy. Əlbəttə ki. Demə də, demə. Qarşı cinsdən ən yaxın dostu olsa, bunu qəbul edərsən? Eyni cavab. Hər şey sosial mediada paylaşmaq istəsən, narahat olarsan? Onsuz da paylaşırıq. Paylaşırıq da. Amma ümumiyyətcə hər şeydən gedirsə, hə. Sənin bəyənmədiyin paltarı geyinsə, bunu problem edərsən, yəni geyim olaraq. Sən bəyənmədiyin nə paltar geyinə bilərəm məncə. Tamam, yaxşı. Hə. Mən o sual əslində sənə aid sualdır. Çünki sən bütün gün geyinirsən, mənlə dalaşırsan. Hə. Yəni sən bəyənmədiyin nəyə geyinə bilərəm? Deməli, geyinirsən, mənlə dalaşır, plus da mən onu öldürəm ki, mənlə dalaşır. Axırıncı səfər Tamam. letuz geyinib çıxmışdım evdən. Tamam. Deməli, yoldaşında səni qıcıqlandıran, amma ona demədiyin bir xüsusiyyət varmı? Yəni, burada etiraf edə bilərsiniz. Hamısını deyirəm. Çox açıqdır. Təhlil cavablar gəldi bu arada. Sən mənə qıcıq, bir dəqiqə üzr istə. Sən mənə qıcıq olduğun şeylər bütün başımı xarab edib demirsən, evdəki Yox. plan şeylədim mən. Ha, o demir, mən deyirəm, düz deyir əslində. O demir, mən deyirəm. Etiraf edə bilərsiniz istəsəz hansı xüsusiyyətdir? Bu dəqiqə ana görə dəyişirdi o. Çox deyək. Deməli, sonuncu suala keçirik. Görək burada eyni cavab gələcək, yoxsa yox. Sənin xəbərin olmadan böyük qərar versə, bunu problem edə bilərsən. O böyük Eyni cavab qərardır. gəldi. Demək olar ki, eyni cavab verdi. Üç sual oldu ki, fərqli oldu. Yəni, burada da sübut oldu ki, yaxşı. Biz yaxşı karı kocayız. Deməli, bu raundda bir-birinizi nə qədər tanıyırsınız mərhələsidir. Yəni, sualı verəcəm, məsələn, deyəcəm ki, Gözəl xanımın ən sevdiyi rəng. Onu ikiniz də yazacaqsınız. Sonra eyni sualı deyəcəm Tacir bəyin ən sevdiyi rəng. 5 sual verəcəyik. Görək bu 5 sualdan kim daha çox suala cavab verəcək. Acı biber cəzalıdır bu arada. Tamam. Siz saxlayın. Ola bilər ki, evə də gedib yeyə bilərsiniz. Olursunuzsa evdən atarsınız şəkil yeyin. Mən olacağam. Buyurun. Mən asıl olacağım. Yenə də. Görək. Şefo. Mən otdum. Ha, Gözəl xanımın ən sevdiyi yemək nədir? İkiniz də yazıb eyni vaxtda göstərəsiniz. Nə yazalım? 3
Bacı da olsun. Bacı yüzdeyiz və bacı çəkəcək bizim orada. Düzdür. Deməli ki, xal yazıldı sizə. Mənə? İndi sənin gönlünüzə çaşdıracağım. Sıxmazına sokacağım səni, gözlə. Deməli, indi sizinki Tacir bəy nəsə deyim. Ha. Siz hazır mısınız? Bilirəm də nə sevir. Evdə ancaq aş bişirirəm. Ancaq mən düyünlə qidalanım. Düyü olmasa mən səhər... Əslində 2 dənə yemək sevir. Prosta mən təxmini ən çox aşı bilirəm. Aş ləvəngini daha çox sevir. Ləvəngini də çox sevir. İndi. Sual dəyişir. Sual dəyişir. Stresə girəndə Gözəl xanım ən birinci nə edir? Biraz çəkmə salmaq istəyirəm. Ən birinci nə edir? Amma yenə fikirləşdiyimi yazmayın da, yəni olanı yaz. Mən tam səmimi deyəcəm, özü də bilirsən. Mən bildim nədir. Allah yaxın. Bu nə edir? Başqa heç nə. Ağlayır. Ağlayır. Deyil. Deyinir. Mən deyinirəm, ağlamıram sırazı. Sual mən səhv başa düşmüş ola bilərəm, o da ola bilər. Nəysə, mən bir xal itirdim. Sırazı ağlayıram. Səhv tapdı, uduzdun. Tacir bəy stresə girəndə nə edir? Mən stresə girmişəm. Fikirli olur da, yəni. Fikirli olur dedim. Sən nə yazırsan yaz. Uduzdura da bilərsən mən. Yəni fikirli olur elə onu deyirəm. Görüm necə oluram. Həmin Fikirli olursan da həyatım necə oluram dedim. Mən əslində düz tapmışam. Yatırsam fikirli olursan bütün günü. əslində düz deyir. Başqa yəni stres, mən heç stresə girməmişəm axı. Məncə xal verməz. Çünki həqiqətən fikirli olur. Hə, özünə qandı da. Hı. Verək onda. Acı bibersə verdim. Gözəl xanım 2 olaraq davam edir, siz 1 olaraq davam edir. Yenə mənim birdəyəmi. Ay Allah. İndi davam edirik digər suala. Gözəl xanımın ayaq razmeri neçədir? Biraz realist suallar olsun da dedim. Dayan dəqiqə. Əslində Bax. 2 razmer geyinirəm. Ona görə də ikisini də yazıram. İndi hansını desə onu da qəbul eləyək. Bu suallar oyundan sonra sizə ayaqqabı alır. Əslində bir dənə geyinirəm. 2 dənə də o biri silim. Tamam zil cavablar. Baxın. 36 bu boyda 36 olur. 37 almışam axı. 37 Ayağını almışam ayağını aysa aldı. düz deyir arkadaşlar. Qoy onu da etiraf edeyim. İlk dəfə mənə 37 razmer ayaqqabı alıb sevgili idi onda hə təzə-təzə. Deyib mən patin qalmışdı, ayağımı vurmuşdu. Mən 38 geyinirəm. Xarab olmuşam yenə. Uduzdum. İndi mənim ayağımın tap razmerini gönlünüzə. Bilirəm də az almışam sən. Nə? Ayaqqabı. Sən Bu ayaqqabılarımı mən almamışam. Yadında deyil. Hə, Ya 41 giyinirsən ya 42. Amma düz dedim də bunun o tərəfəsi yoxdur. dəqiq Hə. 40 geyinirəm. Desənə. Sən Ən çox getmək istədiyi ölkə gözəlin getmə, hə. Mənlə bir yerdə də yəni. Yox, mənlə bir yerdə gedəcək də. Bu nə sual? Ölkədir də, fərqi Hə, nədir? 2 dənə. Maldiv. Hı. Onda deməli eyni cavabından sonra. Eyni cavab bəli. Çünki ikimizin də getmək istədiyimiz yer oradır. Bir gün mən belə yazmağı keçdim. Bunu elədimsə, yəni mən qalibəm. Seralda mən səndən bir daha sual qabaqdayam. Biz axırıncı sualdır, hə? Səhv eləmirəm. Ən sevdiyi rəng verim. Onu bilməyən adam yoxdur, izləyicilər də bilir onu. Çünki hər dəfə sual verirlər. Mavi benim rəngim, mavi qadınıyım mən, mavi. Tacirini də yazım da. Aha. İndi Tacir bəyinkini yazın. Tacir ağ da sevir, qara da. Qara da, boz da. Üçündən biridir. Qara. Hı, düz tap. Qara yox, xahiş eləm, qara. 4-3 olaraq siz qazandınız, Gözəl xanım qazandı və acı biberi siz yeməlisiniz. Nə oldu? Yoldaşım Bir şey olduğu qazanmır. üçün ona görə də o yemir, mən də yemirəm. Yo, evdə yeyib şəklini atarım. Tamam. Narahat olma. İftardan sonra yeyəcəm uşaqlar. İftardan sonrası da həmişə acı biber yeyir. Aha, deməli indi növbəti mərhələyə keçmişik. Bu mərhələdə qutuda nə var challenge-ıdır. Bunun içinə hər şey qoya bilərik. Yəni nəzərə alın, canlı da ola bilər, cansız da ola bilər.
Ona görə yəni əlinizi salanda biraz ehtiyatlı olarsınız. Deməli əlinizi salasınız hərəniz bir tərəfdə. Nəsə səsiniz gəlmədi. Prosta qulaq asıram. Hə, əlinizi salasınız hərəniz bir tərəfdən və tapmağa çalışacaqsınız toxunaraqdan, amma baxmayaraq da əlbəttə ki, bandanalar verəcəm birinci sizə. Mən içinə qoyandan sonra çıxardasınız, yəni rahat formada yoxlaya bilərsiniz. Bir də bu arada cavabını tapdığınız bir şey dəqiq formada deməlisiniz. Buna bakarsınız belə. O tapsa deyəcək. Aha, hələ o formada onda cavab sayılmış olacaq. Mən də xallarınızı yazacağam. Görək kim qalib gələcək. Bu arada bu cəzasızdır. Bundan sonrakılarda ola bilər ki, cəza da ola bilsin. Əymə də bura nə Altdan da gözlüyüm, Tacir, haramçılıq olmasın. Haramçılıq. Yəni görməyək də. Görsən? Yox, mən gözümü yummuşam onsuz da. Altdan da gözümü yummuşam. Sən yummayarsan, sən cığalçı şeysən. Edə də mən cığallıq edirsən. Mən yummuşam. Desən öl. Hə. Valla. Всё, yumma. Siz hazırıq abi. Gətir. Əlbiya, əsil. Həbibi ya nur elə. İndi İlan Əlvi dişini sənə həbibi eləyəcəm deyəm. Ha. Eləməni Tacir. Bəsdir. Tacir bilmirsən, mən halım pisləşə bilər. Yaxşı. Bəsdir. Sən mən hardan görsən məni vurursan? Mən qabağımdasan da hiss eləmirəm, vurmasam da hiss eləmirəm sən. Bir neçə şey, yəni bir dənə qoydum da, bir şeydən bir neçə dənə qoydum ki, əliniz rahat çalsın, rahat. Dəbərən bir şey deyil. Tərpənə. Bilmirəm, indi onu siz... Tacir, sən sal birinci əlvi həyatım. Yaxşı. Gözünüzü çıxarda bilərsiniz bu Hə? arada. Hə? Biraz oturun. Hə, biraz ortada durun. Hə, bilməyəsiniz. Sal dəbəri beləmi? Amma yox, qalib gələ bilər bu arada, yəni sizdən tez cavab verə bilər, amma gələ. Deyən hardadır bu? Hay! Tacir, bəsdir. Allah qəsəbləşirəm, sən öl. Göbələk. Mən. Deməli, gözəl xanıma bir xal gəlir. Hə, xalla oynayırıq, всё. Mən birinci tapmışdım əslində, özüm demədim. Gətirin o misləri gətir. Fədakarlıq edirsən, görürsən. Tamam. Gözü yum. İkimizin canı deyirəm. Bir də eləncini hərəkət eləsən, pis şey eləyəcəm. Cabarışıq. Eləmə də ürəyim əsir deyirəm. Cabarışıq. Bax, sənə deyirəm ki, eləmə. Qorxuram. Açaq gözümüzə. Aha, otur bilərsiniz. Budur, yəni. Yox. Ay, da bu nədir? Çirpidir deyərsən. Deyəm mənə. Qırdıq elədir. Məncə ağac. Deyən, Mən... gözlə bir dənə, qoy bir dənə baxım. Sən demə tapmışam deyəm. Hadi yaxşı, tam. Ağac ola bilər məsələn. Şam ağacı. Yox, şam ağacı uzun olur. Bu Çınar ağacı. boydadır, gəl. Yox, yəni realdır. Yox, real deyil, şeydə suvenir kimi bir şeydir də, səhv eləmirəmsə. Olmuş oldu. Mən. Deyil, tapdım. Qanım Bu orada. özdə ağac deyil. Fərqi nədir? Düz deyirsən, əslində dip. Hə, suvenir kimi bir şeydir. Amma tapdım Yox, da. Tapdım Tapdım da, da tapdım. evlərlə qoyurlar onları şeyə, orta. Hə. Mən tapdım. Sən tapdın. Yaxşı, sən tap. İndi görün bundan sonra nə tər taparsan. Səbəb, mən bunları gözləyirdim bayaqdan. Tamam, siz gözləyin. Bəli. Taç gəzən şeyə oxşuyur ha. Özü gəldi özdə. Açaq? Yox, görərsiniz, evdə. Tərpənir ha gözəl. Qaçırıq. Yox, bir uçur. Açaq? Gözlərsiniz. Sən sal əlimi, bir dənə bax. Tapdıq deyəcəm amma mən səni gözləyən deyiləm. Bax, özün sağ ol. Tap da, sən sal ki, mən də salım da. Al, bu nədir? Ayda. Sən sal ki, mən də salım da. Al, bu nədir? Ayda. Desənə, Toyuq ayağı. desənə. Səni. Deyəsən evdə yemək işini. Yox, bir dəfə toyuq ayağına buna qışqırtma eləmişəm, ona görə bilir. Ayda, bundan elə pisi gəlir. Ayda nə yaxşı əlimi salmadım. Oh, baby, baby, oh. Ya, bunun elə iyisi yaxşıdır. Mən səndəkini ilətmişdim həyatım ona görə. Bağlayaq? Bitti yoxsa? Yox, bildiniz.
Bitti oyun. Yox, hələ daha. Mənim bir xalım oldu. Bu arada xalılara 3 mənim, 1 tacir. Oradan 3 oldu. Üçüncünə indi gətirmişdi. 2-1-dir. Gözəl nəsə fısıldadı ailə. Yox, bir də pis. Baxaq. aha çıxdılar. Sən sal. Mən tapacam ha. Zeynəbə salın. Davay. Mən tapacam. 3. Oydu oynarsa dəydi orada əlimə qurana ki. Başqa şey də oynarsa gözəl. Cansız şeydir canım. Dəqiq. Hə. Amma onlar bir də tərpənməyən canlılardır. Məncə bu şəpiyə də oxşuyur. Damaşdikə. Tüklü damaşdik. Düz tapdın? Tüklü də belə heyvana oxşayan bir şeydir, amma tüklüdür. Gözlə. Ağzı da var belə, ağzı açılan. Yoxsa o ağzı deyil, qulaqlardır. Sayıb onu. Barmaq dedi bu da. Bu nədir? Düz deyil. Barmaq Belə. Hə, düzdür. Barmaqdır. Yəni normal ayaq əməli. Bu nədir ay Allah tacir. Oyda. Geçen şeydi ama. Bu kimse giyinmemişti. Özü gözüm bağlamış, dil gözü yaşı bağlamış. Hə, məndə bağlı. Allah bağladınız. Gözdə. Bu nədir? Yumurta? Yox, belə yumurta olmur. Bəbərən şey deyil. Yox. Harada? Sponge. Hə? Sponge. Bir sponjlar. Mən oradan bilmirəm. 4-1. Mən qalibəm. Bir hələ ki davamı da var, amma qarşı olasın deyil. 4000 nədir? Bəlkə ataka elədi, risk gəldi. Yox, petrik eləyəcəm. Başlayaq. Mən keçirəm ki, kontra-ataka. Eləmə bunu tərs. Gözü bağla, gözü. Bağlamışam. De valla. Nə oldu? İnadım. Aşın gibi. Açmayın hələ. Yat. Nəsə gətirir qabda. Buraxır ora. Eləmək olmaz. Olmaz. Bitti. Açaq. Sən sal canım. Nəsə bu yaxşıya oxşamır gecə. Çay. Düzdür. Çay? Çox içirsiniz yoxsa? Çay mən çox içirəm əslində. Mən necə bilməm. Mən naniyə oxşatdım bunu. Naniyə də. Toyğun ayaqları sağ olsun. O onunla O da xatirələr var idi ya yadımda qaldı. İndi biri də qalıb onu da qoyaq. Bir də deyəndə var deyəsən, yox da. Var. Vara baxın nəzəm. Məncə 5-də tutar, 5 dənə olmalı deyil, ya 5 olmalıdır ya 10. Hə, yox 6-7 dənə. Hə, tamam əla. 6 dənə olsun bəs. Bu cəzasız ya. Tapıram. Şo? Yox, bəlkə. Gözü Həzəllanmışsın. Açıram ay gözümü. Baxmıram seramı. Tamam, bir şey bu kutunun için təmizləyərəm. Все, Şo? aça bilirsiniz. Mən gözümü açım. Ya qreçkadır? Hə? Əminsiz? Qreçka. Qreçka Hə. asa bilərsiniz. Düz tapdım. Əlimin salmışdım. Oynamıram. Qreçka düz tapdım. Bitti? Aha. Baxın bir dənə görüm nə var başqalarında. Yoxsa... Zaten mən qalibəm. Mən belə düşünürəm. Bir dənə bir şey qaldı. Hı. Onu da qoyum axırıncıda. Həm istarsınız. 10 tapan qalibdir. Xeyr, o tən şey tapmışam, sən Yox, yedizdirəcəm. onu tapan qalibdir. Razısan? Yox, Gəl razılaşaq. xeyr, Gəl razılaşaq. xeyr. Hə, yaxşı. Şə. Açaq. Yox. Hə, gətirin.
Aça bilərsiniz. O nə o? Kukuya oxşayır. Hə? Hardadır? Sizləriniz var. Mən qalmadı. Nə qəşəngdir. Bu Alisə yapayım, Alisə qorxar heç zaman. Allah haqqı. Qalibi özməm. Təşəkkür edirəm. Gördün? Sən bu həyatda heç nə bilmirsən. Haksızlıq oldu mənə qarşı. Haksızlıq falan olmadı. Valla tapdım. Şikayət edəcəm. Danışın. Deməli, bu challenge-ların qalibi mən deyirdim ki, bərabərə qalarlar, amma gördüm ki, Amma çox fərqlə olmadı da. Nə toyuğu? Bütün yeməkləri mən tapdım. Dolmasını, aşırıq, toyuq. Bir dənə toyuğun ayağını tapdım, o da bəxtəxlə tapdım. Niyə? Çünki məndən qabaq əlimi sən soxmuşdun. Plusdakı başıma... Allah'a and olsun. Bax, indi orucdayım, çox and istirmə məni. Göbələyi tapmışdım mən. Hə də yəni, Sən mən fədakar... qorxmaq Eləmə, bu bilsən ki, həyatda fədakarlığa yeri yoxdur. Bəli. Peki siz də acı biber yiyorsunuz. Xeyr, qətiyyəndə. Acı Ac qarnına... biberi barışaq mən çıxım Heç gəlirəm. bir zaman. Təcil və uduzluğuna görə evdə gedib yeyəcək, şəkilli videosunu atacaq. İstəsəz lap story-də də qoya bilərsiniz Bəli. ki, uduzluğuma görə acı biber yeyin. Əla. Məncə qəşəng fikirdir. Məncə də. Video atarım, deyil? Hə, olar. Hə, video atarım. Videonu da paylaşandan sonra lap izləyəcəksiniz onsuz da necə uduzluğumu. Deməli, məncə maraqlı oldu. Çox xoş oldu sizi burada görmək. Biz də çox əyləndik. Maraqlı oldu məncə də. Yəni Belə, əgər belə videoların davamının olmağını istəyirsinizsə, abunə olub like atmağı unutmayın. Sağ olun. Salamat qalın.